Ötən gün ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmailovanın borcunun bir qismini qızı müğənni Aysun İsmailova ödəyib. Bu barədə məlumatı prodüser Tarix Əliyev Tarixin bir günü proqramında açıqlayıb. O bildirib ki, Aysun anasının borcundan 100 min manat ödəyib. Aysun çox gözəl bir övladdır. O gecə gündüz bir gözü ağlayıb, digər gözü gülərək işlədi və həmin məbləğdən cüzi də olsa onu topladı. 100 min manat az pul deyil, Rəqsanənin əziyyəti boşa getmədi. Həbsdə olan müğənni Rəqsanə İsmailovanın ev dustaqlığına buraxılmasının detalları məlum olub. Manşet.az xəbər verir ki, müğənninin 520 min dollar dələduzluq etdiyi Gündüz Məmmədova dəymiş zərərin bir hissəsi sənətçinin qızı Aysun İsmailova tərəfindən ödənilib. Bundan əlavə, Rəqsanə İsmailovanın və ailəsinin dostluq etdiyi, əslən Şəmkir rayonundan olan və Rusiyada yaşayan iki tanınmış iş adamı da zərərçəkmişə dəymiş zərərin tam şəkildə ödəniləcəyinə dair söz veriblər. Sonra müğənninin vəkili Hikmət Əliyev tərəfindən Sabunçu rayon məhkəməsinə onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciət edilib. Müraciətdə qeyd olunub ki, zərərçəkənlə ilkin razılaşma əldə olunub və qalan məbləğin də tam ödəniləcəyi bildirilib. Həmçinin müğənninin himayəsində azyaşlı övladının olması nəzərə alınaraq ev dustaqlığı tətbiq olunması xahiş edilib. Ötən gün Sabunçu rayon məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra Rəqsanə İsmailovanın ev dustaqlığına buraxılması barədə qərar elan olunub. Rəqsanəm, mən sənin üçün o qədər sevinirəm. Valla bax, hamımız sənin üçün dua edirdi. Allah səni balalarımın yanında həmişə eləsin. Rəqsanəm, ürəyimsən mənim. Ağlanma, yaxşısan özün. Bilirəm, qurban olum. Allah böyükdür, Allah özü sənin canlı sağ eləsin. Nə bilim, balalarımı bilmirəm nə deyim, amma bir onu bilirəm ki, Rəqsanəm. Allah səni sevir, çünki sən əksizlər böyüksən, qurban olum. Devlətimiz sağ olsun, hakimlərimiz sağ olsun. Sağ olsunlar. Ürəyimsən mənim, öpürəm səni. Sən mənim ürəyimsən, ona görə yox, mən sənin. Anamın evdə çörəyini yemişəm. Adilənin mənim üstümdə haqqı var, ürəyim. Canımsan, öpürəm sənə qurban olum. Devlətimiz var olsun ki, ədalətli qərar çıxartdılar. Öpürəm, qurban olaram. Var ol, var ol. Gözün aydın, ay bacı. Bacı kraska qoymaq vaxtıdır. Sabah gedirik kraskalamağa. Gözün aydın, inşallah, inşallah, inşallah hər zaman ailəsində, uşaqlarının içində, sizin yanınızda, can, mamasının yanında, bizlərin yanında, inşallah həmişə yanımızda olsun. Amin Allah, ay Allah, amin. Rəqsanə, sevirik səni. Getdik, ışıq qızıl olmaz.